Quyruq yağını yeməyin, kərə yağını yeməyin, bitki yağını yeməyin. Bəs biz nə istifadə edək? Qidalanmanın əsas prinsiplərindən biri qidalarımız natural olmalıdır. İlkin olaraq istifadə olunan yağlar tavaya vurulursa qızartmaq üçün orada istifadə oluna bilər kərə yağı və quyruq. Başqa hansısa bir yağ vurula bilməz. Ona görə ki, duru yağlar biri yarısı rəfinə olunmuşdur, yəni ki, heç bir effekti yoxdur və ziyanlı maddələri çoxdur. İkinci də soyuq sıxımdır. Soyuq sıxımın yanma temperaturası aşağıdır. Yəni ona deyirlər tüstülənmə nöqtəsi aşağıdır. Məsələn deyək ki, zeytun yağı soyuq sıxım 105 dərəcədir. Tavada yanır. Ona görə də tavaya vurula bilərsiniz kərə yağı, quyruq yağı. Soyuq sıxım yağlar çox faydalı yağlardır, amma onlar salatın üzərinə əlavə olunub qəbul oluna bilər. Ya başqa bir qidanın hazır olandan sonra üstünə əlavə olunub qəbul olunur. Yağlar çox faydalıdır. Enerji mənbəyi kimi, məsələn bir misal deyim, belə bir xəstələr var, epilepsiya xəstələri və başqa nevroloji. Onlar üçün hazırlanan bir diyeta növü ketogen diyeta. Əsasən ilkin olaraq ketogen diyeta epilepsiya xəstələri üçün hazırlanıb, sonra mədə-bağırsaq da pasientləri, başqa pasientlər qəbul olunur. Edir onu. Keto pəhrizi deyilir. Keto pəhrizi, bəli. Orada üstünlük yağlara verilir. Enerji mənbəyi kimi yağlar. Siz yağlardan da, çörəkdən də imtina edə bilmərsiniz. Ona görə ki, orqanizm enerjisi qalacaq. Enerjisi qalan dövrdə orqanizmdə olan zülalları parçalamağa başlayır. İnsan arıqlayır, zəifləyir. Ona görə də mütləq olaraq enerjisiz idarə edə bilmərsiniz orqanizmi. Ən yaxşı növdə o baxımdan yağlardır. Qidalanma xaşı da, pitisi də, quzu əti də yağlı qəbul olunmalıdır. Soyuq sıxım yağlar salatlarla qəbul olunmalıdır. Qazan yeməkləri deyək də ona. Bəli, bəli.